Salamlar hər kəsə, hər vaxtınız xeyir olsun. Qızlar, mən bu gün qəşəng qazan kotleti hazırladım. Çox bəyənirəm bu yeməyi, inanırsınız, bəlkə də birinci sıradadır. Və başladım beləcə. 400-500 qram ət idi, qoyun əti, qəşəng qoyun əti yağlı olur. Sonra soğan idi. Soğan da ki, yəni ətin miqdarına görədir də, 2 dənə soğan məsələn tiyorkadan keçirib və ya nə bilim xırda-xırda doğrayıb necə istəyirsə əlavə elədim. Sonra duz, istiot, biraz da su əlavə elədim ətə. Sonra kartofları belə qəşəng ayrıca qızartmaq üçün duz, istiot, sarı kök əlavə elədim və tavanı qoydum qazın üzərinə. Başlayıram, yağı töküm, yağ biraz isinəndən sonra əlavə elədim. Bunlar ayrı-ayrılıqda qızaranda, yəni kartof da ayrı qızardıqda və kotletləri də ayrıca qızardıqda daha dadlı olur yeməklər. Necə ki, üç bacı dolmasında məsələn biberlə badımcanlar ki, necə birinci qızardılır, onun dadı tam fərqli olur. Beləcə demək olar ki, kartoflar bişdi. Onlar pişənə qədər gördüyünüz kimi biberləri də doğradım. Daha sonra isə bu əti beləcə formaya saldım. Qızarmaq üçün tavaya yerləşdirdim. Bu yeməyi məsələn əti qızartmamaq da olar, kartofu da qızartmamaq olar. Elə adi hamısını qazana yığaraq da bişirmək olar. Ancaq mən belə xoşladığım üçün belə qızartdım ayrı-ayrılıqda. Yəqin ki, hamı da elədi. Mən məsələn sevdiyim yeməkləri zövqlə bişirirəm, amma istəmədiyim yeməkləri isə biraz daha ürəksiz. Və daha sonra belə yerləşdiririk yağın içinə ətləri. Beləcə qəşəng yağda bişir. Ətlər də bişənə qədər pomidorları da doğrayıram, belə hazır qalsın. Ərzaqları məsələn sayını da görürsünüz və ətin təxmini çəkisini də dedim. Birisi necədir? Bu ərzaqlar elədir ki, hərənin zövqünə uyğun olaraq. Məsələn, mən pomidor çox xoşlayıram deyə çox elədim. Biber çox xoşlayıram. Yəni, bunlar zövqə görədir. Və artıq başlayırıq tavaya yığmağa. Birinci kartofları, daha sonra ətləri. Bu sıralamada sizin istəyinizə uyğundur. Daha sonra biberləri, sonra soğanları belə doğradım, əlavə elədim. Sonra pomidor və budur. Artıq qazın üzərinə qoydum və bu yağda bayaq qızartdığım ərzaqların, yəni kartof və kotletlərin yağı idi ki, süzmüşdüm onu da. Onu əlavə elədim və su əlavə elədim. Su əslində qaynar su olmalıdır, qaynanmış isti su. Və yeməyimiz hazırdır, çox ləzzətli çıxdı, dadını çox bəyəndim.